Deməli, bugün danışacağıq uşaqlar 2-ci Mahmuddan. Çünki 3-cü Səlimə qədər gəlmişik biz. 3-cü Səlimin islahatlarından və onun uğursuz olanından danışmışıq. 3-cü Səlimdən sonra isə hakimiyyətə gələcək 1808-ci ildən 1839-cu ilə qədər 2-ci Mahmud. 1-ci Mahmud da yəqin ki yadınızdadır. 2-ci Mahmud. 2-ci Mahmud nə edəcək? 2-ci Mahmud gələn kimi Timar və Ziyamət sistemini ləğv eləyəcək. Timarla Ziyaməti. Hansı ki Timar Ziyaməti yaradan 1-ci Murad idi. Bu ləğv elədi. Sonra 1826-cı ildə Yeniçəriləri ləğv elədi. Yeniçərilərdə Orxan yaratmışdı. Yeniçəri sistemini ləğv elədi. Bunun yerinə yeni piyada qoşun yaratdı. Yeni qoşun yaratdı. Amma təbii ki piyada, Yeniçərilər piyadadır axı. Timar sahiblərinə pul verdi. Məsələn, əgər Timarla Ziyaməti ləğv elədisə, bunların sahiblərinə bir dəfəlik pul verdi ki, yəni dövlətdən əl çəkin. Və Avropa nümunəsində nazirliklər yaratdı. Deməli, biz Avropaya elçi göndərən 3-cü Əhmədə eşitmişik. Avropada səfirliklər açdıran Səlimə eşitmişik. Avropada nazirliklər söhbəti isə 2-ci Mahmuda aid olacaq. 2-ci Mahmud 1808-dən 1839-a qədər hakimiyyətdə olub. Timar və Ziyamət torpağı ləğv eləyib. Bunun əvəzində Timar və Ziyamət sahiblərinə birbaşa kompensasiya, yəni pul ödəyib. Yeniçəri sistemini ləğv edib yeni piyada qoşun yaradıb. Avropa nümunəsində nazirliklər yaradıb. Düzdür, məsələn, bunun dövründə Buxarest sülhü də var ki, o müharibələrin içində öyrənəcək. İllərini bilsəz, yerinə qoymaq asan da olacaq. Keçirik Əbdülməcidə. Əbdülməcid. Əbdülməcidin hakimiyyət illəri isə 1839-cu ildən 1861-ci ilə qədər olacaq. Məcid islahatları ilə yadımıza düşəcək. İslahatının da adı 1839-cu ildə keçirtdiyi ilə Gülxana xətti şərifi, yəni Gülxana sarayında şərəfli xətt. Bu islahat 39-dan başlayıb 1876-cı ildə bitməli idi. Lakin 1853-56-cı illərdə bu özü 61-ə qədər hakimiyyətdə oldu da 53-56-cı illərdə Krım müharibəsi olacaq Rusiyanla. Bu islahatı yarımçıq qoyacaq. 56-cı ildən sonra isə Humayun xətti şərifi adı ilə davam eləyəcək elə bunun dövründə. Deməli, islahatların mahiyyəti nə idi? İslahatlar birincisi vergi ilə bağlı idi. Təbii ki, sonra hərblə bağlı idi. Sonra da özündən asılı olanlarla ədalətli davranmalı idi. Qanun hamı üçün bərabər olmalı idi. Nizam-intizamlı bir məhkəmə yaradılmalı idi. Sonra orta məktəblər, ilk universitetlər, sizin yadınızdasa biz 3-cü Səlimin dövründə Qumbaraçı məktəbini eşitmişdik, bir də mühəndislik məktəbinin fəaliyyətini eşitmişdik. Burada isə ilk universitetlər, orta məktəblər, ibtidai orta məktəblər, bir də universitetlər, elə bir bunun dövründə də eləcə də hərbi məktəblər fəaliyyətə başlamışdı. Deməli, Əbdülməcid islahatlarla yadımızda qalır. İslahatları 1839-dan 1876-cı ilə qədər davam etməli idi. Lakin 1853-56-da Krım müharibəsinin başlaması Gülxana xətti şərifini yarımçıq saxlayıb 56-da Humayun xətti şərifi adı altında davam eləmişdi. İslahatlarda əsasən toxunulurdu hərbiyə, yəni vergi məsələsinə, sonra ordu məsələsinə, hər məsələlərinə, bir də təbələrinə ədalətli davranmağı öz qarşısına məqsəd qoymuşdu. Eləcə də həm ibtidai məktəb, həm orta məktəb, həm universitetlər, həm də hərbi məktəblər onun dövründə fəaliyyətə başladı. Sonra keçirik Əbdülhəmidin dövrünə. Əbdülhəmidin dövrü isə 1876-dan başlayacaq 1909-a qədər. İndi siz deyirsiniz ki, müəllim 1861-dən 76-ya qədər bəs kimin dövrüdür? Əbdüləziz adında biri olmuşdu, Əbdüləziz. Lakin elə bil ki, o Əbdüləziz deməli, Əbdüləziz var. Əbdüləziz sadəcə biz keçmirik. 61-ci ildən 76-ya qədər Əbdüləzizin dövrüdür ki, biz onu öyrənmirik də. 76-dan 1909-cu ilə qədər isə Həmidin dövrüdür. Həmidin dövrü yaxşı bir dövr kimi xarakterizə olunmur. Niyə? Həm vəzirinin adı, baş vəzirinin adı Əhməd Mitət Paşa idi. Ondan əlavə 1876-cı ildə konstitusiya qəbul edəcək. Niyə? Biz Osmanlı tarixində 1865-ci ildə yeni Osmanlılar eşidirik, 1889-cu ildə isə gənc türklər eşidirik. Deməli, yeni Osmanlılar və gənc türklərin ikisinin də oxşar cəhəti odur ki, bu
Bunlar ikisi də konstitusiya və parlament istəyirdi. Sadəcə yeni Osmanlılar konstitusiya və parlamentin yaradılmasını, gənc türkləri isə elə bir ləğv olunur sonradan. Gənc türkləri isə onun bərpasını istəyirdi. İkisinin də oxşar cəhəti konstitusiya və parlamentdir. Fərqli cəhət odur ki, yeni Osmanlılar konstitusiya və parlamentin yaradılmasını, gənc türklər isə onun bərpasını istəyirdi. Qayıtdıq bura. 1865-də yeni Osmanlılar yaranıb baxın. 1876-cı ildə yeni Osmanlıların istəyi ilə ölkədə konstitusiya qəbul olundu və ölkə konstitusiyalı monarxiya elan olundu və parlamentə seçkilər keçirildi. Düzdür, sultana nə konstitusiya, nə parlament xoş gəlmirdi, çünki sultan hakimiyyətinə mane olurdu. Hətta belə deyək, baş vəzir vəzifəsi də ləğv olunmalı idi. Xoş gəlmirdi. Amma ki, neynəsin, konstitusiyanı qəbul elədi, parlament içində seçkilər keçirməyi demək qərar verdi. Lakin 1877-1878-ci ildə Rus-Osmanlı müharibəsinin başlaması parlamentin çağırılmasını yarımçıq qoydu. Əbdülhəmid də elə konstitusiyanı da ləğv elədi ki, lazım deyil. Etirazlar da olanda sözə baxmayanlar, yəni repressiyalara göndərirdi. Xülasə, sonra keçirik 5-ci Mehmedə. Yəni Əbdülhəmid yadımızda yaxşıdan qalmayacaq. Yəni qeyd edim sizin üçün ki, sonra 1889-da gənc türklər yaranacaq. Gənc türklər dəftərimizdə qeyd eləməmişik. Əbdülhəmidi devirib 5-ci Mehmeti gətirəcəklər. Niyə? Demək, Makedoniya ərazisi var idi. Makedoniya ərazisi. Makedoniya ərazisini Əbdülhəmid itirirdi və Makedoniya ərazisi itirilməsin deyənə gənc türklər Fransada təhsil alan tələbələr idi. 1908-ci ildə üsyan qaldırdılar və 1909-cu ildə Əbdülhəmidi devirib onun yerinə 5-ci Mehmet Rəşadı gətirdilər. 5-ci Mehmet Rəşad nə edəcək? 5-ci Mehmet Rəşad müharibələrlə yadımızda qalacaq. Demək, 5-ci Mehmet 1911-1912-ci illərdə Trablis müharibəsinə girəcək. Kimlə? İtaliyadan bir yerdə. İtaliyanın Trablis müharibəsinə girəcək, İtaliyaya məğlub olacaq və Afrikadakı sonuncu mülkünü itirəcək, Liviyanı. Liviyanı itirəcək, sonuncu mülküdür. 1911-12-ci ildə İtaliyanın Osmanlının arasında Trablis müharibəsi gedir. Cəfər Cabbarlının Trablis əsəri də var, ədəbiyyatçılar. Trablis müharibəsi gedib, həmin müharibədə Osmanlı məğlub olub və Afrikadakı sonuncu mülkü olan Liviyanı itirib. Afrikaya çıxış əldə edən bilirsiniz də Səlimdən Süleyman olmuşdu. İlk Səlim, sonra da Süleyman. Sonra 1912-ci ildə 1-ci Balkan müharibəsi olub. 1-ci Balkan müharibəsi London sülhü ilə də başa çatacaq. 1-ci Balkan müharibəsində Balkan dövlətləri Osmanlıya qarşı birləşiblər. Demək, Osmanlını məğlub ediblər. Osmanlı da demək, Ədirnəni itirib, üstə gəldə Albaniya, Balkan yarımadasında yerləşən Albaniya knyazlığı müstəqil olub. 1-ci Balkan müharibəsində. Birləşən dövlətlərdə hansı dövlətlərdir? Yunanistandır, Bolqaristandır, Çernogoriyadır, bir də Serbiyadır. Bunlar birləşiblər Osmanlıya qarşı. Osmanlı məğlub olub, bunlar da qalib gəlib. Məğlub olan Osmanlı Ədirnəni itirib, üstə gəldə Yunanistanda olan vaxtı ikən tutduğu Albaniya knyazlığı müstəqil olub. 1913-cü ildə isə 2-ci Balkan müharibəsi olub. 2-ci Balkan müharibəsi 2-ci Buxarest sülhü ilə başa çatmışdı. Bu Balkan müharibəsi isə Balkan dövlətlərinin öz içində olub. Demək, Yunanistandır, yenə də Çernogoriyadır, Serbiyadır, Rumıniyadır, Bolqaristana qarşı. Bolqaristanı təkliblər Makedoniya torpaqları üstündə və Bolqaristan məğlub olub. Bunlar isə qalib gəliblər. Fürsətdən istifadə edən Osmanlı Ədirnəni geri qaytarıb. Deməli, bir dənə də qayıdış edirəm burası üçün. 2-ci Mahmuddan danışdıq. 2-ci Mahmud Timar və Ziyamət torpağını ləğv edib. Timar və Ziyamət torpaqlarına birbaşa pul verib, demək, birbaşa, yəni belə deyək də, hər ay maaş almaq kimi yox, bir dəfəlik maaşını ödəyib onların ki, əl çəkində, yəni dövlətdən əl çəkin kompensasiya, bir dəfəlik ödəniş kompensasiya ödəyib və Avropada nazirliklər yaradıb. 1826-cı ildə Yeniçəri sistemini ləğv edib, yeni piyada qoşundan əvəz edib. Əbdülməcid 1839-dan 61-ə qədər hakimiyyətdədir. Yeni bir plan hazırlayıb ki, 39-dan həmin plan 76-cı ildə
başa çatacaqdı. Düzdür, 76-ya qədər hakimiyyətdə olmayıb, amma o nə qədər hakimiyyətdə olacağını heç kim bilməz axı. 76-ya qədər bir hazırlanmış plan idi. 1853-56 Krım müharibəsinə görə yarımçıq qalıb, 56-cı ildə Humayun xətti şərifi ilə davam eləmişdi. Burada toxunulurdu vergi, ordu, bir də təbələrinə ədalət. Eləcə də Əbdülməcidin dövründə ibtidai, orta və universitetlər tikilib, üstə gəldi hərbi məktəblər fəaliyyətə başlamışdı. Əbdülhəmidin dövründə yaranan yeni Osmanlıların çağırışı ilə konstitusiya qəbul olunub 76-cı ildə ölkə olub konstitusiya monarxiya, parlamentin çağırılması haqqında qərar verilsə də Rus-Osmanlı müharibəsinin başlaması parlamentin də ləğvinə, eləcə də konstitusiyanın da ləğvinə səbəb olmuşdu. Sonra 1889-cu ildə Gənc Türklər Cəmiyyəti yaraddı. Buna İttihat və Tərəqqi Partiyası deyirlər. Gənc Türklərin yaratdığı İttihat və Tərəqqi Partiyası yaranıb və onların istəyi ilə konstitusiya bərpa olunmalıydı, parlament bərpa olunmalıydı. Hətta Makedoniya ərazisi uğrunda mübarizədə Əbdülhəmidin məğlubiyyətini görərək üsyan qaldırıblar 1908-ci ildə və Əbdülhəmidi taxtdan salıb 1909-cu ildə 5-ci Mehmeti taxta çıxarıblar. 5-ci Mehmet də müharibələrlə yadımızda qalır. Birinci olub 11-12-də Trablis müharibəsi, İtaliya məğlub olub, Afrikadakı sonuncu müstəmləkəsi mülki olan Liviyanı itirib. 1912-ci ildə 1-ci Balkan müharibəsi olub, Yunanistandır, Serbiyadır, Bolqaristandır, Çernogoriyadır, Birləşib Osmanlıya qarşı. Osmanlı məğlub olub, Ədirnəni itirib, Albaniya knyazlığına da müstəqillik verib. London sülhü ilə. İkinci Balkan müharibəsi isə 1913-cü ildə başlayıb. İkinci Balkan müharibəsi 2-ci Buxarest sülhü ilə başa çatıb. Balkan dövlətlərinin öz içində olub. Yunanistan, Serbiya, Çernogoriya, Rumıniya, Bolqaristana qarşı Makedoniyanın üstündə. Nəticədə demək Bolqaristan məğlub olub. Fürsətdən istifadə edən Osmanlı 1-ci Balkanda itirdiyi Ədirnəni geri qaytarmış olub. 5-ci Mehmet eləcə də 1-ci Dünya müharibəsində 1914-dən 1918-ci ilə qədər 1-ci Dünya müharibəsində də iştirak edib, 1-ci Dünya müharibəsində də məğlub bir dövlət kimi demək yadımıza düşəcək və 5-ci Mehmet müharibənin içində hakimiyyətdən gedəcək, hakimiyyətə gələcək 6-cı Mehmet. 6-cı Mehmet müharibənin artıq son addımında Mudros sülhünü imzalayıb 1-ci Dünya müharibəsindən məğlub bir dövlət kimi çıxmış olacaq. Keçək indi uşaqlar deməli Rus-Osmanlı müharibəsinə. Rus-Osmanlı müharibəsi Qaradənizin üstündədir. Rusla Osmanlının arasında müharibə Qaradənizin üstündədir. Burada Rusiyadır, burada da Osmanlıdır. Burada Krım var, bu da Osmanlının da. Ukrayna torpaqları var. Ukraynanın da yarı-yarıya, yarısı yuxarısı, yəni sol tərəfi Reç Paspolitanın, yəni Polşanın əlindədir, aşağısı Osmanlının əlindədir. İndi Rusiya Qaradənizə düşmək istəyir, amma hər iki tərəf Osmanlının əlindədir. Nə edəcək o? 1676-cı ildən 1681-ci ilə qədər bunların arasında müharibə baş verəcək. Hələ birinci Rusla Polşa dalaşsın. Rusiya dərsində də qayıdış eləyəcək buna. Rusiya ilə Polşa dalaşacaq. 1667-ci ildə bunların arasında sülh imzalanacaq. Androsova sülhü. Androsova sülhü. Bunu Rusiya dərsində oxuyacaq. Həmin sülhə görə Rusiya Reç Paspolitanı, yəni Polşanı məğlub edəcək. Ukraynanın sol tərəfinə yiyələnəcək. Sonra keçəcək Ukraynadan aşağı ki, Ukrayna sağında tutsun. Hətta burada bir qala tikdirəcək, Taganrog qalası. Bir dənə də Azov qalası var. Onu da ələ keçirmiş olacaq. Amma Osmanlı'nın arasında baş verən müharibədə Osmanlı qalib gələcək və Rusiyanın demək Bağçasarayda sülh imzalayacaqlar. İlk müharibələri buradadır. Krımın paytaxtı Bağçasarayda sülh imzalanacaq. Sülh müqaviləsinə görə Ukraynanın solu Rusiyaya qalacaq. Yəni Osmanlı üçün fərqi nədir? Ukraynanın solu ya Polşaya qaldır, ya Rusiyaya qaldır. Ukraynanın solu Kiyev daxil Rusiyaya qalacaq. Ukraynanın sağı isə Osmanlıya qalacaq. Sonra təzədən bunların arasında 1710-1711-ci ildə Prut döyüşü və Prut sülhü olacaq. Həmin sülhə görə Osmanlı burada tikdirdiyi Taganrog qalasını dağıdacaq, Azov qalasını da Osmanlıya qaytarmış olacaq. Növbəti müharibə isə dəftərinizdə yoxdur. 1736-1739-cu ildə olacaq. Belqrad sülhü ilə başa çatacaq. Burada da yenə Osmanlı qalib gələcək, Belqrada yiyələnəcək. Bu Osmanlının sonuncu uğurlu sülhüdür.
1768-1774-cü ildə Rusla Osmanlının arasında növbəti bir müharibə verəcək. Bax, burada Osmanlı qalib. Osmanlı məğlub olacaq burada. Məğlub olan Osmanlı Kiçik Qaynarca sülhünü imzalayacaq. Yadınızdadır, 74-də Qubada da Gavduşan döyüş var. Kiçik Qaynarca sülhünü imzalayacaq. Sülhə görə Osmanlı ilk dəfə olaraq təzminat verəcək. Krım Osmanlının əlindən alınıb müstəqil olacaq. Rusiya ilk dəfə Qara dənizə çıxış əldə edəcək. Burada Dunay çayı tökülür Qara dənizə. Onun boğazları var. Bosfor və Dardanel boğazları isə Rusiyaya verilmiş olacaq. Demək, Osmanlının Qara dənizdə şəriksiz ağalığı başa çatdı. Yəni, burada şəriki yox idi Osmanlının. Da bu başa çatdı. İndi Rusiyanın şərik böləcək bunu. 1783-cü ildə isə Rusiya Krımı işğal edir. Krım bilirsiniz də Qızıl Ordunun parçalanmasından yaranmışdı. 2-ci Mehmetin dövründə 1479-cu ildə Osmanlılar tərəfindən tutulmuşdu. Və 1774-cü ildə Krım müstəqil olub. 1783-cü ildə Rusiya tərəfindən işğal olunub. 1791-ci ildə Yassı sülhünə görə isə Krımı Rusiya işğal edib, Osmanlı da bunu tanımış olub. Bir də qeyd edirəm. 1774 Kiçik Qaynarcaya görə Krım müstəqil olub. 1783-cü ildə Rusiya Krımı işğal edib, Şərqi Gürcüstanla bir yerdə. 1791-də Yassı sülhünə görə isə Osmanlı Krımın Rusiyaya aid olduğunu tanıyıb. 1787-1791-ci ildə Rusla Osmanlının arasında Krım uğrunda müharibə başlamışdı. Həmin müharibədə Rusiya qalib gəlib yenədən. Dnestr çayı sərhəd olub. Dnestr. Burada Bağçasarayda isə Dnepr çay sərhədi idi. Dnestr yassını yadınızda saxlayın. Dnestr çay sərhədi olub. Krımdı, Şərqi Gürcüstanda Rusiyaya aid olduğunu Osmanlı tanıyıb. Birdən Rusiya Qara dənizdə qəti şəkildə möhkəmlənib. Sonra keçirik 2-ci Mehmetin dövründə. 1808-ci ildə hakimiyyətə gəldi 2-ci Mehmet. 1800 hələ demək 2-ci Mehmetin dövrü deməyək, 3-cü Səlimin dövründən 1806-cı ildən 1812-ci ilə qədər Rusla Osmanlının dövründə, belə deyək, 3-cü Səlimin dövründə başlayıb 2-ci Mehmetin dövründə başa çatan növbəti bir müharibə baş verib. Həmin müharibənin səbəbi o idi ki, demək Osmanlı Bosfor və Dardanel boğazlarını, Dunay çayının boğazlarını Rusiyaya verəndə demişdi ki ona, həmin o boğazların qırağında Valaxiya və Moldova kimi ərazilər var. O ərazilər mənimdir də, yəni Rusiya sən oraya çıxış əldə eləməyəcəksən. Rusiya da razılaşmışdı. Amma 1805-ci ildə Rusiya şərtlərini pozaraq təkcə boğazlardan istifadə eləmir. Eləcə də demək, Valaxiya və Moldovaya da qoşun çıxarmış olur. Bundan qəzəblənən Osmanlı Rusiyadan uzaqlaşıb Fransadan yaxınlaşır. Bu da Rusun xoşuna gəlmədiyi üçün 1806-1812-ci ildə Rusla Osmanlının arasında müharibə baş verir. Həmin müharibədə demək, təbii ki, yenə də Rusiya qalib gəlir. 1-ci Buxarest sülhü ilə, demək, 2-ci Balkan müharibəsi 2-ci Buxarestdən başa çatmışdı. 1-ci Buxarest sülhü ilə müharibə başa çatır. Müharibəyə görə Valaxiya və Moldova ilə Osmanlıya verilir. Sonra Dunay çayının boğazları Rusiyanın olur, elə əvvəlki kimi. Bir də Bessarabiya Rusiyaya verilmiş olur. Deməli, Rusiyanın burada qazandığı müharibədən əvvəl də zaten Osmanlı ona elə deyirdi. Deyirdi, boğazlar sənin, ərazilər mənim. İndi müqaviləyə görə yenə də Dunay çayı və boğazları Rusiyaya verildi. Valaxiya, Moldova Osmanlıda qaldı. Rusiyanın burada qazandığı Bessarabiya torpağı isə Rusiyanın əlində qaldı. 1828-1829-cu ildə Rusla Osmanlının arasında növbəti bir müharibə başladı. Həmin müharibə Ədirnə sülhü ilə başa çatacaq. Hələ bundan əvvəl dəftərinizdə yoxdur, bir dənə qeyd etdiyim sizə, 1821-1827-ci illərdə Yunanistan Osmanlının müstəmləkəsi idi. Yunanistan Avropa dövlətləri öyrətmişdi ki, çıx ki, demək Osmanlının tabeliyindən. O da üsyan qaldırmışdı Osmanlının tabeliyindən çıxmaq üçün. Və 1827-ci ildə Navarin dəniz döyüşü baş vermişdi. Həmin dəniz döyüşündə müttəfiqlər Osmanlını məğlub eləmişdi. Bundan bəhrələnərək Osmanlı zəifləmişdi. Yəni bundan bəhrələnərək Rusiya 1828-ci ildə Osmanlıya növbəti müharibəni elan eləmişdi. Hə, dəftərinizdə var ki, uşaqlar, 21-29 konkret götürmüşəm mən onu. 29-u bilsən, niyə müharibənin qurtarması ilə 27-də Navarin döyüşü olur. Deməli, 1829-cu ildə Ədirnədə sülh imzalanacaq. Sülhə görə, bax burada görürsünüz, mən Valaxiya, Moldova deyirəm, Osmanlıda qaldı. Valaxiya, Moldova, Serbiya demək muxtariyyət verdi Osmanlı.
Baxın, birinci Buxarest sülhünə görə Valaxiya, Moldova Osmanlıda qalmışdı. İndi Valaxiya, Moldova, bir də Serbiya. Serbiyanın yadınızdadır, 1521-ci ildə Süleyman tutmuşdu. Serbiya muxtariyyət verdi, Yunanistana müstəqillik verdi. Boğazlar yenə də Rus üçün açıq elan olundu. Sonra 1853-1856-cı illərdə Krım müharibəsi baş verib. Burada isə Osmanlı qalib gəlib. Osmanlının qalibiyyətinin səbəbi də İngiltərə, Fransanın ona kömək eləməsi idi. Müharibənin içində 2 dənə döyüş var. Biri Sinop döyüşüdür, biri də Almaçay döyüşüdür. Sinopda Rusiya qalib gəlib, Almaçayda isə Osmanlı qalib gəlmişdi. İngiltərə və Fransanın sayəsində. Və demək Rusiya Qara Dənizə çıxışından imtina eləmişdi burada. 1856-cı ildə Krım müharibəsində Rusiya demişdi ki, mən daha Qara Dənizə çıxmıram. Qara Dəniz olsun, sizin əraziniz çıxışını demək ləğv eləmişdi. Sonra 71-ci ildə təzədən qayıdış eləyəcək. Sonra gələk 1877-1878-ci ilə, hansı ki Əbdülhəmidin dövründə idi bu müharibə. Bu müharibə də Rusun qalibiyyəti ilə qutarıb və San Stefano deyirik buna və yaxud da ki Yaşıl Köy də deyə bilərik. Yaşıl Köy sülhü ilə başa çatıb. Həmin sülh müqaviləsinə görə demək Bolqaristana muxtariyyət verilir. Bolqaristan da yadınızdadır da İldırım Bəyazidin dövründə Niqbolu döyüşündə tutulmuşdu. Bolqaristana muxtariyyət verilir. Rumeniyaya müstəqillik verilir. Qarsla Bessarabiya isə Rusun əlində qalmış olur. Bir də qeyd edirəm sizə. 1877-78-ci illərdə San Stefanoda, yəni Yaşıl Köydə müqavilə bağlanılır Rusla Osmanlılar arasında. Həmin müqaviləyə görə Qarsla Bessarabiya qalır Rusun əlində. Rumeniyaya müstəqillik verilir. Bolqaristana isə muxtariyyət verilmiş olur. Lakin bu Almaniyanın xoşuna gəlmədiyi üçün Almaniya onu təzədən çağırır Berlinə 78-ci ildə. Berlində müqavilə təzələnir. Müqaviləyə görə Bolqaristana muxtariyyət verilmir. Bolqaristan bölünür 3 yerə. Şimal hissəsi verilir Osmanlıya, orta ilə cənub hissəsinə isə müstəqillik verilir. Şərqi Rumelidir, Bəyaziddir, Makedoniyada Osmanlıya verilmiş olur. Qars, Batum, Ərdahan Rusiyaya verilmiş olur. Bosniya, Hersegovina Avstriyaya verilmiş olur müvəqqəti, amma Avstriya 1908-ci ildə bu əraziləri işğal eləyəcək. Kipr də İngiltərəyə verilir. Kipr yadınızdadır da demək 2-ci Səlim tutmuşdu 1571-ci ildə. Sonra bu tərəfdə də Balkan müharibələrini dedik. Deməli bir də qayıdış eləyirəm dəftər üzərinə sizin demək müqavilələrinizə. İlk müharibə 1676-1681-ci ildə əhatə edilib, Baxçısaray sülhü ilə başa çatıb, Dnepr çayı sərhəd olub, Ukrayna iki dövlət arasında bölünüb, sol sahil Ukrayna Rusiyaya, sağ sahil Ukrayna isə Osmanlıya verilmiş olmuşdu. 1710-1711-ci ildə Prutda yenə də Osmanlı qalibdir. Taganrog qalası dağıdılıb, Azov qalası isə Rusiyaya qaytarılmış olub. 1700 bir dənə yazım sizin üçün burada. 36-1739-cu ildə Belqrad sülhü də var. Bu Osmanlının sonuncu uğurlu sülhüdür. Belqrad sülhü də var. Həmin Belqrad sülhünə əsasən, bu kitablarımızın əksəriyyətində yoxdur, amma testlərdə bəzən qabağımıza çıxır. Belqrad sülhünə əsasən Osmanlı qalib gəlib Belqrada yiyələnmiş olub. 1768-1774-cü ildə Qara Dənizin üstündə Rus-Osmanlı müharibəsində Rusiya qalib gəlib, Qara Dənizə çıxış əldə edib, Osmanlı ilk dəfə təzminat verib, boğazlar Rusiyanın ixtiyarına verilib, Krım müstəqil olub, ilk dəfə olaraq Osmanlı təzminat ödəyib və Osmanlının Qara Dənizə şərksiz ağalığı başa çatıb. 1783-cü ildə demək Rusiya Krımı işğal edib, Krımın uğrunda müharibə başlayıb. 1787-1791 yenə də Rusiya qalib gəlib, Dnestr çayı sərhəd olub, Krım və Şərqi Gürcüstan Rusiyanın əlində qaldığını Osmanlı tanıyıb, Qara Dənizdə Osmanlı qəti şəkildə möhkəmlənib. Bu şərksiz sözü kiçik qaynarcadadır, qəti möhkəmlənmə yazısıdadır. 1805-ci ildə Rusiya Osmanlının ərazilərinə müdaxilə elədiyi üçün Osmanlı demək Rusla münasibətini pozub Fransana yaxınlaşıb. Bu da 1806-1812-ci ildə Rus-Osmanlı müharibəsinə səbəb olub. Müharibədə qalib gəlib Rusiya, boğazlar Rusiyanın əlində qalıb, Valaxiya, Moldova Osmanlıda qalıb, Bessarabiya keçib demək Rusun əlinə. Növbəti bir müharibələri isə 1828-29-da Ədirnə sülhünə başa çatacaq. Bundan əlavə 21-27-ci illərdə Yunanistan müstəqilliyi uğrunda mübarizəyə qalxıb, 27-ci ildə Navarin dəniz döyüşündə müttəfiqlər İngiltərə, Fransa, Yunanistan Osmanlını məğlub eləyiblər və
demək 28-ci ildə də Rusiya fürsətdən istifadə edərək müharibəyə başlayıb. 29-da Ədirnə sülhünə görə Valaxiya, Moldova və Serbiyaya muxtariyyət verilib, Yunanıstana müstəqillik verilib. Boğazlar isə Rusiyanın əlində qalıb. 53-56 Krım müharibəsidir. Krım müharibəsində Paris sülhü ilə başa çatıb. Osmanlı qalibdir. 2 dənə döyüş olub burada. Sinop, Almaçay. Sinopda Rus qalibdir, Almaçayda Osmanlı qalibdir. Osmanlının qalib gəlmə səbəbi İngiltərədən Fransa idi. Çünki Rusun Balkanlarda möhkəmləməsi Avropa dövlətlərinin xoşuna gəlmirdi. Məğlub olan Rusiya Qaradənizdən qoşunlarını çəkib çıxarıb. Növbəti müharibə isə 1877-78-ci illərdə San Stefano Yaşılköy ilə başa çatmışdı. Həmin demək müqaviləyə əsasən Bolqarıstana muxtariyyət veriləcəkdi. Rumıniya müstəqil olacaqdı. Demək Rusiyada Qarsdan Bessarabiyaya tam yiyələnəcəkdi. Zaten burada Bessarabiyanın bir hissəsinə yiyələnmişdi. Burada tam yiyələnəcəkdi. Almaniya xoşuna gəlmədiyi üçün 1878-ci ildə Berlində yenidən bu sülhə baxılıb. Bolqaristan 3 hissəyə bölünmüş. Şimalı Osmanlıya verilib. Ortasından cənubu müstəqil olub. Makedoniyada Rumelidə Bəyazid ərazisi isə Osmanlıya verilib. Qasbatum Ərdahan Rusiyaya verilib. Bosniya-Hersegovina Avstriya müvəqqəti verilsə də 1908-ci ildə Avstriya tərəfindən işğal olunub. Kiprdə İngiltərənin istifadəsinə icarəyə verilmiş olub.